Axşamınız xeyir olsun, hörmətli izləyicilər. Saray qəsəbəsində 112 min manata 4 otaqlı ev satışa çıxarıldı. Yerləşdiyi ərazidə Saray qəsəbəsində Saray postundan girəndə 3 nömrəli məktəbə yol dönür. Karvan market, Spar market. Bax, düz onunla üzbəyizdir. Yolla məsafəsi də 60-70 metr olar, olmaz. Kanalizasiyası mərkəzidir. Qaz, su, işıq sayğacları var. Sənədi də şu paket kupçadır. Evin də kupçası var, torpağın da kupçası var. Alar, almaz, düşəcəksiz qeydiyyata. Əşyalarından da demək olar ki, çoxları var. İndi mən sadalayacağım hansılar var. Qoy birinci həyəti göstərim. Mərkəzi kanalizasiya tərapıdır. Darvazadan girdi içəri. Hasarımız ev. Tarsovka emusiyadır. Aşağılarına bir dənə baxın, qabançıq. Sokolla bax, belə qabançıqlarla bəzədilib. Şəbəkə pəncərələrləndir. Həqiqətən çox yarı yaraşıqlı evdir. İşıqlandırmasına da söz ola bilməz. Burada padvalıdır, bax. Yağışlı gündə gəlmişik, bax bu vaxtı nə var, hamısı əgər əskik, çatışmayan, çatışmayan hamısı üzə çıxır. Ona görə də burada baxmağınız lap yaxşı olur, bax bu yağışlı havada. Bax belə, həyəti də geniş həyəti var, görürsünüz. Ərazisi, çox böyük ərazisi var. Bax burada evin kombisi hazır vəziyyətdədir, kombisini qoyublar. Sonra görə evin içində daha nələr var. Çünki dedilər ki, evin içində çox əşyaları var. Görək indi onlardan nə var, mən bir sizə göstərəcəm. Başlayan kimi evimizin koridoruna giririk. Bax, belə bir koridordur. Görürsünüz nə qədər, bax, belə ramkalarla işıqlandırması var. Bütün lüstrlərdir, pərdələrdir, hər bir şeyi qoyulub hazır vəziyyətdə. Sizə qalıb bir dənə mətbəx bibini qoymaq və salam. Koridor, mətbəx, hamam, tualet istif oldu. Qalan otaqlarda radiatorlar olacaq. Məsələn, bax, qonaq otağı. Yəni zal. Bax, görürsünüz, 2 dənə radiator var, seksiya radiator. Biri buradadır, biri də buradadır. Pərdələr nə qədər qurulub, görün nə qədər səliqə salmalıdır. Lüstri qoyulub. Telestentin yerində işıqlarına qədər qoyulub. Ona görə deyirdim, yeri bütün beton monolitdir. Bir də təkcə mətbəx, koridor, hamam, tualet istif oldu. Qalan otaqlarda radiator olacaq. Məsələn, mətbəxinə baxaq. Görürsünüz, bax, yerdə keramika qranit olan yerdə hamısı istif oldu. Mebel arası keramikası vurulub, qaz xəttinə qədər qoyulub. Jalüz də hazır, asılıb burada. Bax, belə bir evdir. Burada da istifolun korrektorunun yeşiyi yeridir. Yəni, kodun oradan bir-bir artırıb azalda bilərsiniz. İndi yataq otaqlarına baxaq. Bax, koridordan davam edirik. Koridor gələndən sonra burada da hamam tuvaletin qabağında böyük bir məsafəsi var. Elə sahibə qovşağa tez baxaq. Moydadır nə qədər, şuşurqası nə qədər, unitaz nə qədər, hər bir şey qurulub hazır vəziyyətdədir. Sonra burada bir yataq otağı var. Lüstr pərdələr, radiator, hamısı yerindədir. Ona görə çəkilişdən qabaq dedim ki, sizə qalıb bir dənə mətbəx mebelini gətirmək. Qalan bütün otaqlar hazır vəziyyətdədir. Demirlər ki, 50%, 60% bu ev hazırdır. Bu bir yataq otağıdır. 4 otaqlı evdir. 112 min manata. Qiymətindən narahat olmayın. Qəhtli. Çünki endirim olunacaq. Bu bir yataq otağıdır. Hamısında qəşəng zövqlə pərdələri, lüstrləri qoyulub hazırdır. Başqa hansı otaqlar qaldı? Hə, bax belə. Bir də izah edirəm. Saray qəsəbəsində Saray postundan girən kimi karvan market var. Onunla üzbəyizdir. Nisbətən 3 nömrəli məktəbə də yaxındır. 2 sotun içərisində 4 otaqlı evdir. 60-70 metrliklə bütün marşrutlar keçilir. Mən sadalamıram hansı marşrutlar. 112 min manatadır. Qiymətində endirim olunacaq. Paket kupçalı evdir. Qaz, su, işıq sayğacları var. Kanalizasiya stasiyasının mərkəzidir. Sağ olun.